Əgər sən düşünürsən ki, bazarda %95 trader analiz elə bilmədiyi üçün pul itirir, burada yanılırsan. Məsələ bu deyil. Bizim bazarda olan traderların %95-i elədiyi məntiqsiz xətalar var. İlk başlayan kimi bu bilgi yarımçıq yiyələnir, tam hissəsini öyrənmir və ya qaçır siqnal qruplarına, gündə bir dənə strategiya dəyişir və keçir Telegram qruplarında siqnallar axtarır, onun bunun sözü ilə trade atır. Bu şəkildə edərək artıq itirdikcə itirir və bir nöqtədən sonra nə özünü gəlişdirməyə baxmır, nə bir şeyi sonuna qədər davam etdirmir və əlindəki itirdikdən sonra ya bu sistemə qumar deyir, ya da ki, davamlı olaraq qumara çevirərək davam etdirir. Bəs məsələ nədir? %95-imiz bu sektora girərkən eşitdiyimiz qavramlar var. Psixologiya, disiplin və risk menecment. Okey, bunlar doğrudur. Bunlar başda əməl edəcəyimiz mövzulardır. Texnik analizi və ya bunun elmi tərəfini, qrafik tərəfini qoyuram qırağa. Amma ilk başda biləcəyimiz bir mövzu var. Özümüzlə savaş. Biz bazarla savaşmırıq, özümüzlə savaşırıq. 2 dənə trader götürək. Trader A, trader B. Trader A işləmə girmədən öncə entry, stop, take profit hamısını təyin edir, gözəl bir şəkildə analizini edir və bu sistem uduzsa da udsa belə yekunda onun nə qədər xeyirdə olduğunu göstərir. Bir də trader B götürürük. Trader B-nin sisteminə baxdığımız zaman nə entry doğru nöqtədədir, nə stop loss var. Stopa yaxınlaşdığı zaman qaldırılır. Take profit başına görə FOMO-ya düşür, gah tez, gah gec bağlayır. Stop dediyimiz anlayış liqə qədər gedir. Yəni ziyana keçən kimi işləm gözləyir ki, xeyrə dönsün, ondan sonra bağlasın. Bu şəkildə trade edir və bu trader bəlkə bir iki işləmi xeyir, genel tabloda bütün %95-də bütün kasa sıfırlanır, risk management sıfır, likvidasiya, bütün pul itki. Bəs burada mövzu nədir? Bizim trader A ilə trader B arasındakı fərqlər. Bunlara toxunuruq bu gün. Trader A ilk öncə entry-sini, stop loss'unu, take profitini qoyur. Bu işin ən sadə və ən əsas nöqtəsidir. Trader A bunu edərkən entry-ni tapmaq üçün texnik analizdən istifadə edir və bunu doğru bir şəkildə elədiyinə özü əmindir. Artıq kiminsə onayına ehtiyacı yoxdur. Trader B isə texnik analizə baxır, qiymət onun seçdiyi nöqtəyə gəlməyinə az qalmış dönüş eləyir, tezdir ki, ayda ora gəlmədi, giriş eləyir. Bu bir. Trader A gəlir entry ilə etdikdən sonra take profit və stop loss'unu qoyur. Bu da çox önəmlidir. Burada take profit və stop loss'da artıq bir strategiya yaradır öz üçün. 1-ə 1, 1-ə 2, 1-ə 3 aralar olaraq xeyir və ziyan tənzimləməsi. Trader B nə edir? Götürür profit 5 qat, 6 qat, stop 2 bütün kasa. Yəni çünki stop çox vaxt qoymur, qoyanda belə ona yaxınlaşında stopu qaldırır. Mən bilirəm buradan dönəcək. Yəni məsələ ikisinin arasında olan disiplinsizlik. Trader A həmin strategiyanı yaratmaq üçün, həmin strategiyanın işləyişini yoxlamaq üçün bəlkə bir strategiya üzərində 100-200 trade atmışdı. Amma trader B bugün price action, sabah smart money, o bir gün order flow, ondan sonraki gün tamam başqa bir şey. Bir YouTuber'dan onu görür, o birindən bunu görür. Bir YouTuber %95 işləyən strategiyadır, qaçır ona. Biri deyir %80 qaçır ona. Ya bugün keçir Telegram siqnal qrupuna girir, o bir gün Telegram botu axtarır. Yəni bu insanın disiplinli şəkildə oturub üstündə işlədiyi bir alan yoxdur. Oturub üstündə işlədiyi bir strategiya yoxdur. Bu sadəcə pul qazanmağın həvəsindədir və sadəcə bura pul kimi baxır. Digəri isə bura iş kimi baxır, bura disiplin və özü üçün alternativ gəlir formatı kimi baxır. Bax bunların ikisinin arasında fərq olan bunlardır. Keçək risk management mövzusuna. Trader daim qazanan tərəfdədir. Çünki bu insan artıq kasasının normal bir şəkildə %1, %5 aralığında riskə ataraq normal trade məntiqinə çatıb və onun üçün stopun bir əhəmiyyəti yoxdur. Çünki stop qısa vadəli itkidir və uzun tabloda, aylıq və ya dövrlü qrafiklərdə zaten o stopların qat-qat üstündə TP-lər əldə edir. Amma keçək trader B-yə, trader B nə edir? Anlıq olaraq bir stopu zaten bütün kasasının yarısına bənd olur. Və bu adam stop olsa belə, stop məntiqinə varsa belə o stopu qaytarmaq üçün artıq burada keçəcək hardcore, yəni riskli intiqam trade'inə. İntiqam trade, leverage trade dediyimiz intiqam trade atacaq və artıq olan qalanı da itəcək. Amma trader A nə edir? Bir stop, iki stop artıq bazardan uzaqlaşır. Bunlar arasında bunlar da önəmlidir. Yəni gördüyümüz insanlardan və özləriniz belə bunları eləyirsiniz. Özünüz belə bu səhvləri eləyirsiniz ki, videoya baxarkən özünüzü gördüyünüzə əminəm. Məsələn, uzun tabloda baxdığımız zaman İnsanlar ya traderlar dediyimiz sözdə traderlar bir strategiya axtarır. Bəlkə 100 strategiya dəyişir və 100 strategiyaya baxdığımız zaman heç bir strategiyanın 10 gün belə trade atmır. Və 100 strategiya dəyişir. Oradan buradan FOMO, overthink trade, revenge trade bunların hamısını eləyir və sonda sıfır kasa. Bəs biz bu problemi necə həll edə bilərik? Önəmli mövzumuz budur, əsas mövzumuz da budur. %95-in içindən necə çıxarıq? Məsələ budur ki, ilk öncə bir strategiyanı seçməliyik. Özümüzə bir strategiya yaratmalıyıq.
Qardaşlar, strategiya dediyimiz anlayış sadəcə bir price action və ya smart money konsepti bilmək deyil. O sadəcə bunun içində bir toolsdur. Strategiya biz hansı addımlarla, hansı risk menecmentlə, hansı psixologiyanla, hansı disiplinlə idarə edəcəyik və hani irəliləyəcəyik. Məsələ budur. Bizim orada işləmi açmağımızdan tut, işləmin kaldıracından və oraya qoyacağımız məbləğlərə dair bunların hamısı strategiyanın daxilindədir. İlk öncə bir strategiya yaradırıq. Bu strategiyanı ən azı heç olmazsa 30 gün üstündə trade atırıq. 30 günlük trade müddətində bu 30 gündə bu strategiyanı atdığımız tradedən mənim üçün minimum 100 gün olmalıdır. Biz yoxlamaq üçün, sizləri alışdırmaq üçün deyirəm. 30 gün trade atırsınız. Bu 30 gün tradelərdə siz özünüz üçün trading jurnalı, yəni ora qeydlər aparırsınız. Bunu heç kim etmir, ən önəmli olan budur. Ora qeydlər aparırsınız. Birinci işləmim TP oldu, analizə dayandı və analizi doğruladı. İkinci işləm stop oldu. Burada etdiyim səhv bu idi. Bunu araşdırırsan. Amma stop oldun keçmirsən. Stopda niyə oldun? Bunu araşdırırsan. Və bu şəkildə trading jurnalı yaradırsan. Və 30 günün sonunda sən 30 gündə tutalım ki, günə 1 və ya bu sənin strategiyanın içində olan bir anlayış olacaq. Günə 1 və ya 3 və ya 5 işləm açmısan, toplamda deyəsən günə 1 ilə tutsaq 30 işləm açmısan və bu 30 işləmindən hardasa 25-i, 20-si TP olub, onu stop olub. Buna görə bir anlayışdan hesablayırıq. Bəlkə yarı-yarıya da TP stop ola bilər. Məsələ burada sənin aldığın o risk menecmentlə idarə etdiyin pulun arar məsələsidir. Sən 1000 qoymuşdun, 30 gündə 1000 dolların 5000 dollar oldu. 15-15 stop və TP olması burada önəmli deyil. Kasan artıq 5x üstündədir. Sən bununla baxacaqsan trade-ə. Yəni stopum daha çoxdur, TP-m azdır. Bunu da düşün. Sənin stopun 1, TP-n 3 olmalıdır. Məsələn, normalda belə hesablayıram. Yəni bunlara diqqət edirsiniz. Bunlar bizim üçün önəmli məsələlərdir. Bazarda FOMO-ya ehtiyac yoxdur. FOMO, fear missing out, yəni qaçırmaq qorxusu. Bunu etməyin. Bazar hər daim sizə fürsət verəcək girişlər üçün. Buna ehtiyac yoxdur. Revenge trade dediyimiz intiqam trade. Bunu qəti şəkildə eləməyin. Revenge trade etdiyiniz zaman bir stopdan sonra onu yerinə qoymağa çalışmayın. Zaten siz kasanızı 3'ü 5 eləməyi bacaran insanlarsınız. 3-2 olanda onu təkrar 3 etmək zaten sizin üçün asan olacaq ilərləyən müddətlərdə. Overthink trade, durmadan trade atmaq. Yəni durmadan trade atırsınız. Heç gərəkməyən bir şeydir. Gündəlik trading limitiniz olmalıdır. Mən bugün 3 və ya 5 işlem açacağam və ya 1 işlem açacağam. Bəlkə bazar heç fürsət vermədi, mən işlem açmayacağam. Bunlara diqqət edin. Yəni bunlar bazarda önəmli detaylardır. Risk management. Risk managementi sadəcə sözdə eşidirik. Risk management dediyimiz anlayış, mənim 100 dollarım var da, mən nə risk management eləməliyəm? Əslində elə 100 dollarda risk managementi öyrənməlisən. Sən 100 dolların var deyə risk managementi sənə demirəm, burada %1 riskə at gir. Xeyr, sən risk managementini elə qura bilərsən ki, bəlkə milyonlar idarə edən insanlardan daha keyfiyyətli risk menecmenti yaratmış olarsan. Yəni önəmli olan sənin bu işə ayıracağın zaman, bu iş üçün ayıracağın disiplin və bu iş üçün ayıracağın bilgidir. İlk öncə özünə yatırım elə, özün öyrən. Və bunun üçün də videolar, kitablar, datalar bir sürüdür hal-hazırda YouTube və digər platformalarda. Özünə yatırım eləməyənlər zaten bu işi qumar kimi çevirərək qısa müddətdə varlanmağı xəyal edənlərdir. Özünə yatırım eləyənlər isə uzun periodda bu işi gəlirli bir alternativ qazanc formatına çevirmək istəyirlər. Bu videoda yəqin ki sizə anlayışım, mənim demək istədiklərim məlum oldu. 30 günlük bir seridə videoların davamı gələcək və 30 gündə bazarla bağlı sizlər üçün önəmli detayları açıqlamağa çalışacağam. Və sonda bu videoda dediyim səhvlərdən hansılarını etmisənsə şərhlərdə yaz. Birlikdə dəyərləndirək. Və belə praktiki trading videoların davamını istəyirsinizsə kanala abunə olmağı və bildirimləri açmağı mütləq şəkildə unutmayın. Digər videolarda görüşərik dostlar.